Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz types of sentences, cümlə növləri. Cümlələr intonasiyasına görə 4 qrupa bölünürlər. Sual cümlələri interrogative sentences, nəqli cümlələr declarative sentences, əmr cümlələri imperative sentences, nida cümlələri exclamatory sentences. Sual cümlələri. Sual cümlələrinin 4 növü var. Ümumi suallar, general questions, yes, no questions adlanırlar. Xüsusi suallar, special questions, what, how questions adlanırlar. Seçmə suallar, alternative questions, or questions. Ayrıcı suallar, disjunctive questions və ya tag questions adlanırlar. Birinci bölməmiz ümumi suallardır. General questions, yes, no questions. Bütövlükdə cümləyə verilən sualdır. Bütöv bir cümləyə veririk sualı. Hər hansısa bir cümlə üzvünə deyil, bütöv bir cümləyə sual veririk və biz bu sualın cavabını yes və yaxud no, bəli, xeyr tələb edirik. Belə suallara biz bəli və yaxud xeyr deyərək cavab verməliyik. Köməkçi və ya modal feillərin mübtadadan o önə keçməsi ilə düzəlir. Ümumi sualını düzəltmək üçün əgər cümləmizdə köməkçi və yaxud modal feillər varsa, onlar mübtadanın əvvəlinə keçir. Yox, əgər cümləmizin feili əsas feildirsə, deməli biz köməkçi feildən istifadə edərək sual cümləsi düzəldirik. Məsələn, they live in Rustavi. Onlar Rustavi'də yaşayır. Sual verirəm. Onlar Rustavi'də yaşayır. Do they live in Rustavi? Live bizim cümləmizin xəbəri. Live əsas feildir. Nə köməkçi deyil, nə modal deyil. Deməli, mən onu cümlənin əvvəlinə keçirib sual düzəldə bilmərəm. İndiki qeyri-müəyyən zamandadır. İndiki qeyri-müəyyən zamanın sualını do və yaxud üçüncü şəxsin təkidirsə mübtadamız does ilə düzəldirik. Heç bir şey yerindən tərpənmir. Mübtada, xəbər, hər bir şey öz yerində qalır. Sadəcə olaraq mübtadana əvvəl do köməkçi feili cümləyə gətirərək həmin cümləni suala çeviririk. Köməkçi feillərimiz nələr ola bilər? To be ola bilər, am, is, are, was, were, shall, will gələcək zaman üçün. To do feili indiki qeyri-müəyyən zamanın present simple və yaxud keçmiş qeyri-müəyyən zamanın past simple'ın. Do, üçüncü şəxsin təkində does, present simple zaman üçün. Past simple zaman üçün isə did köməkçi feillərindən istifadə olunur. Bitmiş zamanlar üçün to have köməkçi feilindən istifadə olunur. Have, has və yaxud had mübtadadan önə keçir. Xüsusi suallar, special questions, what, how questions adlanır. Nəyə görə xüsusi suallar adlanır? Çünki biz cümlənin ayrı-ayrı üzvlərinə veririk bu sualı. Cümlənin hər hansısa bir üzvünə veririk bu sualı. Biz bu sualları nə ilə verə bilərik? Biz bu sualları what, when, where, why, who və s. xüsusi sual əvəzlikləri ilə və yaxud how ilə sual verə bilərik. My sister studies at university. Bu cümlədə altından xətt çəkilib at university sözünə. Mənim bacım universitetdə təhsil alır. Harada? Universitetdə. Necə düzəldirik sualı? Eyni ilə biz bu sualı ümumi sual cümləsi kimi düzəldirik. Sadəcə olaraq cümləmizin hansı üzvünə sual verilirsə, həmin sual əvəzliyi köməkçi feildən əvvələ qoyuruq. Where does my sister study? Mənim bacım harada təhsil alır? Where xüsusi sual əvəzliyi does cümləmizin sualını düzəldir. Üçüncü şəxsin təkindədir mübtadamız my sister study. Burada nəyə diqqət etməliyik? Cümləmizdə mübtadamız üçüncü şəxsin təkində olduğuna görə mübtadamızın sonuna s əlavə olunur. Amma əgər biz sual düzəldiriksə, artıq köməkçi feil does s-i özünə götürüb deyə əsas feil ilkin formasında yazılmalıdır. Həmi
sualda köməkçi deməli feilin daz götürməsi və əsas feilin s ilə işlənməsi tamamilə yanlışdır. Quruluş, what və yaxud how, what dedikdə, yəni mən burada bütün sual əvəzliklərini nəzərdə tuturam. What, where, when, why, which, who və s. Köməkçi feil və yaxud modal feil, mübtada və əsas feil. Bir daha deyirəm, cümləmizdə heç nə yerindən tərpənmədi. Sadəcə olaraq biz sual əvəzliyini cümlənin əvvəlinə yazdıq. Yadda saxlayaq ki, sual cümlələrində sual əvəzlikləri ən birinci yerdə gəlir. Sonra köməkçi feilimiz, mübtada və əsas feilimiz gəlir. Sual sözləri aşağıdakılardır. Who, kim, whom, kimə, kimi, what, nə və yaxud hansı, which, hansı, when, nə vaxt. Yadda saxlayaq ki, əgər when bizdə budaq cümlədə zaman budaq cümləsini aiddirsə, when-dən sonra və yaxud what time nə zamandan sonra bitmiş, indiki bitmiş zaman, yəni present perfect işlənmir. Whose, kimin, whose'dan sonra isim gəlməlidir, dərhal isim gəlməlidir. Və ya harada, haraya. Why və yaxud what, for, niyə, nə üçün. Why olan cümlələrdə for işlətmirik. Amma nə üçün həmçinin what, for ilə ifadə edə bilərik. How, necə. How long, nə qədər müddəti göstərir. How far, nə qədər uzaq məsafəni göstərir. How old, neçə yaşında. How often, tez-tezmi. How many times, neçə dəfə. What color, nə rəngdə. What language, hansı dildə. What size, hansı ölçüdə. What shape, hansı formada. What kind of və yaxud what sort of, nə cür. How many, neçə, nə qədər sayıla bilən cəm isimlərin qarşısında işlənir. How much, neçə, nə qədər sayıla bilməyən tək isimlərin qarşısında işlənir. Gəlin bu sual cümlələrinin cümləmizdəki verilən suallarına diqqət edək. Məsələn, mübtadaya verilən suallar. Questions given to the subject. Mübtadaya biz who və yaxud what ilə sual verə bilərik. Who, kim, what, nə. Birbaşa isə bunlardan sonra əsas feil gəlməlidir. Nə üçün? Çünki artıq who və yaxud what özləri həmin cümlənin mübtadasıdır. Ona görə də burada biz who və yaxud what mübtadanın yerində durub mübtadaya sual verirsə, özlərindən sonra birbaşa əsas feili tələb edir. Xüsusiyyətlərinə baxaq. Mübtadaya sual verdikdə söz sırası nəqli cümlədəki söz sırası kimi olur. Sual sözü mübtadadır burada və ondan sonra birbaşa əsas feil gəlir. Do, does, did köməkçi feillər işləmir. Qətiyyən, əgər bizdə who və yaxud what mübtadanın sualıdırsa, o köməkçi feil götürmür. Özündən sonra birbaşa əsas feili qəbul edir. Canlılar üçün who, kim, cansızlar üçün isə what işlədilir. Cümlə inkar olsa, doesn't, didn't əlbəttə ki işlənir. Niyə? Çünki inkarlığı da biz köməkçiyi indiki sadə zaman üçün doesn't, keçmiş sadə zaman üçün isə didn't ilə işlədirik. Lakin don't işlənmir. Niyə? Çünki əgər bizim cümləmiz indiki zamandadırsa, who, kim, üçüncü şəxsin təkində sayılır. Ona görə də köməkçimiz doesn't formasında olmalıdır. Məsələn, nobody goes home. Heç kim evə getmir. Who doesn't go home? Kim evə getmir? Demək olmaz who don't go home. Xeyr. Çünki who üçüncü şəxsin təkindədir. Mübtadanın sualıdırsa. Əsas feil, yəni xəbər məsdərə qayıtmır. Bu nə deməkdir? Bu deməkdir ki, üçüncü şəxsin təkində indiki zamandadırsa, s ilə işlənməlidir. Keçmiş zamandadırsa, qaydalıdırsa, id ilə, qaydatsızdırsa, kökündən dəyişmiş forması olmalıdır. Yəni, əsas feil ya s, ya da id qəbul etməlidir. Bu bizim zamanımızdan asılıdır.
Who helps? Kim kömək edir? Who helped? Kim kömək etdi? Demək olmaz who help. Who üçüncü şəxsin təkindədir. Help isə digər şəxslərə aiddir. Üçüncü şəxsin təkinə aid deyil. Məsələn, they want to go out for a walk. Onlar gəzməyə getmək istəyirlər. Burada sual işarəsi yanlış yazılıbdır. Bizim mübtədamız burada they'dir. Onlar. Ancaq biz mübtədaya sual vermək istəyirik ki, kim gəzintiyə getmək istəyir? Mübtədanı götürürük, yığışdırırıq. Mübtədanın yerinə kim sual əvəzliyini qoyuruq? Kim gəzintiyə getmək istəyir? Wants. Üçüncü şəxsin təkində. Who want və who does want. Bu quruluş yanlışdır. They don't want to go out for a walk. Onlar gəzməyə getmək istəmirlər. Bir daha mübtədaya sual veririk. Mübtədamız zeydi. Bəli, cəmdədir. Ona görə də özündən sonra inkarda don't köməkçini götürübdür. Amma biz burada mübtədanı yığışdırıb onun yerinə who sual əvəzliyini yazırıqsa, artıq who üçüncü şəxsin təkini tələb edir. Ona görə də who doesn't want to go out for a walk? Kim gəzməyə getmək istəmir? Quruluşu düzgündür. Who don't want və yaxud who doesn't want, bunlar yanlışdır. Mübtədaya sual verdikdə yalnız mübtəda sual sözü ilə əvəz olunur. Qalan cümlə olduğu kimi qalır. Əsas fiil məslərə qayıtmır. My sister went to school in the morning. Mənim bacım səhər məktəbə getdi. My sister kim? Mənim bacım. My sister. Mübtədanın sualı nə olmalıdır? Mübtədanı cümlədən yığışdırmalıyıq, who ilə əvəz etməliyik. Feilimiz necə var, elə də qalır keçmiş zamanda. Who went to school in the morning? Kim səhər məktəbə getdi? Lakin who və who təkcə mübtədaya deyil, həmçinin tamamlığa da sual verə bilir. Və bu zaman do, does, did köməkçi feillər işlədilməlidir artıq. Burada biz who'nu və yaxud what'u mübtədanın yerinə qoymuruq ki, biz onu tamamlığı üçün veririk sualı. Ona görə də tamamlığa verilən suallarda who və what'dan sonra köməkçi feil mütləq şəkildə işlənməlidir. Məsələn, books help us. Kitablar bizə kömək edir. Nə kitablar? Mübtədaya sual verdikdə mübtədanı yığışdırıb who ilə əvəz edirik. What helps us? Nə bizə kömək edir? Helps üçüncü şəxsin təkində, çünki nə özündən sonra feili üçüncü şəxsin təkində tələb edir. Amma they see books on the table. Onlar stolun üstündə kitablar görürlər. Nələri görürlər? Nə görürlər? Kitablar. Biz burada tamamlığa sual veririk. Mübtədamız yerində qalır. Tamamlığa verilən sualda mütləq şəkildə köməkçi feildən istifadə olunur. What do they see on the table? Onlar stolun üstündə nə görürlər? Cümlə quruluşumuz eyni ilə qalır. Sadəcə olaraq sual, xüsusi sual cümləsi olduğuna görə xüsusi sual əvəzliyini what cümlənin əvvəlində, ondan sonra isə sual düzəldən köməkçi feil istifadə edirik. Subject question and object question mübtədanın sualı və tamamlığın sualı. Diqqət edək bu cümlələrə. Nuray called Fidan yesterday. Dünən Nuray Fidana zəng etdi. Sualı verirəm, kim zəng etdi? Götürürəm Nurayı buradan və bu əvəz edirəm who ilə. Who called Fidan yesterday? Cümləmizdə heç bir dəyişiklik baş vermədi. Sadəcə olaraq mübtədanı who ilə əvəz etdik. Amma gəlin indi tamamlığa sual verək ki, Nuray kimə dünən zəng etdi? Who did Nuray call yesterday? Nə dəyişiklik baş verdi? Ən birinci biz sual əvəzliyimizi cümləmiz keçmiş sadə zamandadır deyə did köməkçi feili, mübtədamız Nuray, əsas feilimiz call və zaman zərfi yesterday. Sadəcə olaraq bu cümlədə artıq bizim köməkçi feilimiz did özü keçmişliyi ifadə etdiyi üçün əsas feil ilkin formasına qayıtmalıdır. Yəni məsdər formasına qayıtmalıdır. Biz
Mübtədəyə sual verdikdə fiil hansı zamandadırsa o zamanda da qalır. Amma tamamlığa sual verdikdə artıq köməkçi fiildən istifadə etdiyimiz üçün bizim əsas fiilimiz məsdər formasına qayıtmalıdır. The students liked the new teacher. Tələbələr yeni müəllimlərini bəyəndilər. Gəlin mübtədəyə sual verək. Kim yeni müəllimlərini bəyəndi? Who liked the new teacher? Sadəcə olaraq mübtədanı yığışdırıb bu ilə əvəz elədik. Əsas fiil keçmiş zaman formasını saxladı. Tamamlığa sual verək ki, şagirdlər kimi bəyəndilər? Who did the students like? Burada artıq mütləq şəkildə did istifadə etməliyəm. Mənim mübtədam yerində qalır. Əsas fiil isə məsdər formasına qayıdır. Mübtədanın təyininə verilən suallara gəlin diqqət edək. Questions given to the attribute of the subject. Mübtədanın təyininə verilən suallar bunlar ola bilər. Which, what, whose, how many, how much, mübtəda və dərhal əsas fiil gəlməlidir. Mübtədanın təyininə sual verdikdə söz sırası nəqli cümlədəki kimi olur. Yəni, sual sözü mübtədadan sonra isə birbaşa əsas fiil gəlir. Burada da do, does, did köməkçi fiillər işlənmir və əsas fiil məsdərə qayıtmır. Məsələn, what accident took place at night? Gecə nə hadisə baş vermişdir? Necə hadisə? Necə hadisə? Biz burada mübtədanın təyininə sual verdik. Xəbərimiz keçmiş zamanda elə də qalır. Which manager raised the salary? Hansı menecer əmək haqqını qaldırdı? Hansı menecer? Mübtədanın təyininin sualıdır. Cümlə öz yerində qalır. Whose manager raised the salary? Kimin meneceri əmək haqqını qaldırdı? Mübtəda, əsas xəbər, kimin biz təyininə sual verdik? Whose. How many people came to the party? Nə qədər insan partiyə gəlmişdir? Cümlə necə var, elə də qalır. Amma nə qədər tutalım deyirik ki, 10 nəfər partiyə gəlmişdi. Nə qədər 10 nəfər sözünü yığışdırırıq, 10 sözünü yığışdırırıq. How many people came to the party? Cümlə necə var, elə də qalır. Sadəcə olaraq təyin götürülüb, sual ilə əvəz olunur. Köməkçi feildən istifadə olunmur. Which, what, whose, how many, how much. Təkcə mübtədanın təyininə deyil, həmçinin tamamlığın təyininə də sual verə bilir. Və bu zaman do, does, did köməkçi feillər işlədilməlidir. Məsələn, how many people came to the party? Partiyə nə qədər insan gəlmişdir? Nə qədər insan? Burada biz mübtədanın təyininə sual verdik. Ona görə də bizə köməkçi lazım deyil. Amma how many people did you invite to the party? Bizim cümləmizin mübtədası var. You. Deməli, biz cümlənin tamamlığına sual vermişik. Nə qədər insan sən partiyə dəvət etdin? Artıq burada sən dəvət etdin. Mübtədan var. Nə qədər insan cümlənin tamamlığıdır. Cümlənin tamamlığına, daha doğrusu cümlənin tamamlığının təyininə sual verdikdə köməkçi feil istifadə olunur. Nəticəmiz nədir? Sual mübtədəyə, who, what və onun təyininə aid olduqda, yəni mübtədanın qarşısındakı sözə aid olduqda, sual sözündən sonra do, did, does köməkçi feillər istifadə olunmaz. Cümlə olduğu kimi nəqli formada qalar. Ancaq əgər biz who və what ilə cümlənin tamamlığına və yaxud tamamlığının təyininə sual veririksə, artıq burada köməkçi feil istifadə olunur. Ümumiyyətlə, mübtəda və onun təyinindən başqa cümlənin digər üzvlərinə sual verdikdə do, did, does köməkçi feillər istifadə olunur. Bunu burada yadda saxlayaq. Yalnız və yalnız mübtədəyə və yaxud mübtədanın təyininə sual verdikdə köməkçi feil istifadə olunur. Digər cümlə üzvlərinə sual verilirsə,
Biz burada do, did və yaxud does köməkçi feilindən istifadə edirik. Burada tamamilə açıq şəkildə bütün cümlə üzvlərinə verilən sualları və o sualların quruluşu göstərilibdir. İndiki bitmiş zamanda zaman zərfinə sual verərsək, when özündən sonra have, has işlənmədiyinə görə, yəni when və what time-dan sonra indiki bitmiş zaman işlənmədiyinə görə, indiki bitmiş zamanın quruluşu necədir? Have feili və üstəgəl feilin üçüncü forması. Yəni, burada köməkçi feil have'dir və yaxud has'dir. Biz when və what time-dan sonra indiki bitmiş zaman istifadə edə bilmirik deyən, biz cümlənin zamanını keçmiş sadə zamanla sual veririk. Yəni, did ilə sual veririk. Verilən cümlə məlumdursa sual did, məlum növdədirsə cümləmiz məşğul növdədirsə was ilə veriləcək. Məsələn, the players have come early. Məlum növdədir cümləmiz, oyuncular erkən gəldilər. Erkən, nə vaxt gəldilər? Cümləmiz düzdür, present perfect zamanı ilə istifadə olunur. Amma biz demək istəyirik ki, oyuncular nə vaxt gəldilər? Nə vaxt? When'dən sonra biz present perfect istifadə edə bilmədiyimiz üçün biz burada past simple zamanında istifadə edirik sualı. When did the players come? Two new contracts have been signed this week. Bu cümlə məşğul növdədir. Bu həftə 2 yeni kontrakta imza atıldır. Nə vaxt? Bu həftə. Mən burada indiki bitmiş zaman present perfect istifadə edə bilmədiyim üçün burada da məşğul növün past simple zamanından istifadə edirəm. To be feilini past simple zamanında işlədirəm. When the two new contracts signed. İndiki bitmiş zamanda yalnız when ilə sual verərsək cümlənin zamanı dəyişir. Digər hallarda dəyişimə ehtiyac yoxdur, qətiyyən. Məsələn, the museum has been closed for a month, bir aylıq, nə qədər müddətlik, how long has the museum been closed? Cümlə, nəqli cümləmizdə də present perfect zamanı idi və sual cümləmizdə də present perfect zamanı ilə sual verdik. The museum has just been closed. When was the museum closed? Cümləmiz indiki bitmiş zamandadır, present perfect. When ilə sual veririksə, biz past simple'dan istifadə edirik. Məşğul növdür, to be feilinin past simple zaman forması istifadə olunur. When was the museum closed? They have just closed the museum. Cümləmizdə bizim zamanımız present perfectdir. Nə vaxt demək istəyirik? Deməli, biz nə istifadə etməliyik? Past simple və did köməkçi feilindən. When did they close the museum? Bu tip cümlələrdə have to modal feilinə, amorf feillər hansılardır? Amorf feillər onlar qaydasız feillərdir. Sadəcə olaraq 3 formalarının üçü də eynidir. Cut, let, put, read, cost, hit, hurt, shot, spread və have feilinə. Have feilinin əsas və köməkçi olmasına diqqət etməliyik. Diqqət edək birinci nümunəyə. I have to obey him. Mən ona itayət etməliyəm. Have to modal feilidir. Kimə? Ona. Sual verirəm. Whom do I have to obey? Have to modal feili özü sualını və inkarını düzəldə bilmir. Bütün modal feillər sual və inkarlarını özləri düzəldir. Have to istisna olmaqla have to modal feili nə sualını özü düzəldə bilmir, nə inkarını özü yarada bilmir. Do-dan istifadə edirik. Whom have I to obey? Bu yanlışdır. Have to modal feili malı, məli, nə sualını, nə inkarını özü düzəldə bilmir. Köməkçi do-dan, don't-dan istifadə edirik. He cut the bread with a sharp knife. Gəlin diqqət edək. Cut feili qaydasız feildir. Amma 3 formasının üçü də eynidir. Cut, cut, cut. İndi biz burada gərək diqqət edək ki, cut feili burada indiki zamandadır, yoxsa keçmiş zamanda. Bizim mübtədamız he 3-cü şəxsin təkindədir. Deməli, əgər bu indiki zaman olsaydı,
cuts olardı, elə deyilmi? Çünki indiki zamanda üçüncü şəxsin təkində feilin sonu s qəbul edir. S qəbul etmir, deməli bu keçmiş zaman formasıdır. Keçmiş zaman forması olduğu üçün bizim köməkçi feilimiz did olur. Burada he cuts the bread with a sharp knife. Cuts açıq aydın görürük ki, mübtədamız üçüncü şəxsin təkində, xəbərimizin sonunda s var. Deməli, burada xəbər indiki sadə zamandadır. İndiki sadə zamanda suallarımız does ilə verilir. She usually has dinner at home. O adətən naharı evdə edir. Have dinner. Bu have ilə verilmiş birləşmədir, collocation'dır. Have feili özü nə sualını, nə də inkarını düzəldə bilməz. Əsas feildir. Onun sualını və inkarını do və yaxud does-la don't, doesn't ilə düzəldirik. Məsələn, where does she usually have her dinner? Bunlar bizim what, how question mövzusuna aid olan izahımız idi. Diqqətlə qulaq asın, dinləyin və siz görəcəksiniz ki, ingilis dilində sual düzəltmək heç bir çətinlik yaratmır.